Qısa bir videoda bütün məlum növü tam olaraq öyrənmək istəyirsənsə, videonun sonuna qədər izlə. Başlayaq. Məlum növ feillər nədir? Feilin növ şəkilçiləri, yəni o bildiyimiz 5 növdən hər hansı birinin şəkilçisi yoxdursa, bil ki, məlum növdür. Bu bir. İkincisi, əgər o söz feildən deyil, adlardan düzəlibsə, yəni feil olmayanlardan düzəlibsə, bu da əminliklə bil ki, nədir? Məlum növdür. Getdik. Yəni mənaya baxmırsan, ancaq qaydaya baxırsan. Rastlaşmaq sözünün kökü nədir? Rast. Rastlamaq sözü yoxdur dilimizdə. Laş nədir? Leksik. D-q. Laş şəkilçisi var növlərdə? Yoxdur. Deməli nədir? Məlum növdür. Dostumla məktublaşdıq. Mektup okuyacağım. Rahatsız edilmek istemiyorum. Anlaşıldı mı? Sevgilimden mektup var da. Qarşılıq növü oxşasa da məzmunun başı bıraq. Nəyə baxacaqsan şəkilçiyə? Məktub sözün kökü. Məktubun nə yarandı? Məktublamaq sözü yoxdur, laşdır. Laş növlərdə varmı? Yoxdur. Bu da məlum növdür. Hava qaraldı. Qayıdış növü oxşasa da qayıdış növ deyil. Niyə? Qara sözün kökü l şəkilçi. Düzdürmü? Dedik axı adlardan düzələn, feil olmayanlardan düzələnlər məlum növdür. Həm də l şəkilçi qayıdış növü yoxdur. Ana şadlandı. Ay maşallah. Ay maşallah. Ağız bir dənə çalım səncə. Ağız bir Qayıdış növü oxşasa da şad sözün kökü lan leksik, d da nədir? Qrammatik. Lan şəkilçisi növlərdə yoxdur. Deməli bu da məlum növdür. Əli sevindi. Sevinmək sözün kökü sevmək deyil. Çünki adam sevəndə sevinmir. Hə? Kövrəlməyin. Sözün kökü nədir? Sevinməkdir. Sev deyil. Sadə sözdürsə, sadə söz düşünmədən ona məlum növ deyəcəksin. Uşaqlar yarışdılar. Yarışanda bir-birinin başını yarmırlar ki. Düzdür? Yarış sözünün kökü d-lar da. Sadə sözdürsə, tərəddüd eləmədən nə götürəcəksən? Məlum növ götürəcəksən. Soruşmaq sözünün kökü də sormaq deyil. Lap sormaq olsaydı belə, yenə də bu iki şəxs arasında olmadığı üçün nə götürəcəksən? Məlum növ götürəcəksən. Yəni bu söz sadədir və məlum növdür. Gözüm sulandı. Sözün kökü sudur. Sudan sulamaq yaransa da gözün sulamağında sulamaq deyə bir şey fıs-fısla vurub sulamaq yoxdur. Ona görə burada da landı. İşi öz üzərində görməsinə filan baxmırsan, ancaq şəkilciyə. Lan şəkilci növlərdə yoxdur. Deməli nədir bu da? Məlum növdür. Belə məlum növlə bağlı çox şey öyrəndik. Bu tip izahlar üçün bütün mövzuları bu şəkildə izah eləmək istəyirik. Səhifəmizi izləmək mütləq davam edin. Dərslərimizə qoşulmaq üçün də 055 597 0151 nömrəsinə həm miqazlaşınlar, həm bloka, həm buraxışa azlaşan bütün abituriyentlər qoşula bilərlər. Bu qədər, sağ olun.